Buyurun, mən bütün suallara cavab verməyə hazıram. Tədris ili bitməmiş, imtahanların keçirilməsi bəzi təbəqələrdə əlbəttə narahatlıq doğurur. Bu qərarın səbəbləri və mümkün alternativləri barədə nə düşünürsünüz və mart ayında buraxılış imtahanı verib attestat qiymətləndirilməsi həyata keçirilən bir şagirdin yenidən məktəbə davam etməsinin ümumiyyətlə nə önəmi var? Yəqin ki, hamının evində məktəbi bitirən şagird varsa, attestat da əllərində var. Açıb baxa bilərlər ki, attestatda qiymətləndirmə bütün fənlər üzrə, bir neçə fən üzrə, 13-14 fəndir. Mən səhv eləmirəmsə, hər il o fənlərin sayı dəyişir, bəlkə də. Eyni zamanda da ayrıca xüsusi bir demək sütun var. O sütunda 3 fəndən qiymətləndirmə gedir. Bu ana dilidir, tədris dilidir, bu xarici dildir və riyaziyyat. Mart ayından onlar gərək məktəbə axıra qədər getsinlər ki, bütün fənlər üzrə bu qiymətləndirmə aparılsın və bu qiymətləndirməni məktəb özü aparır. Ona görə də bu birinci demək amildir ki, bu məktəbə mütləq getməlidir. Daha nizam-intizam amillərini mən qoyuram qırağa, misal üçün. İkinci bir məsələ demək, biz yoxladığımız fənlərdən nəyi yoxlayırıq? Təkcə onu yoxlamırıq ki, şagird hansısa biliyi toplayıbdır. Eyni zamanda 10 il yarım vaxtda hansı səriştələr bu şəxsdə var. Ona görə də bu buraxılış imtahanının məzmunu, hansı səriştələri biz yoxlayırıq, bu hamısı hələ 13-cü ildə müzakirə mövzusuydur bizlə Elm və Təhsil Nazirliyi arasında. O zaman hələ bu uşaqlar gəlib 11-ə çatmamışdılar. Hardan qaynaqlanır bu problemlər? 2009-da bilirsiniz ki, bizim bütün təhsil sistemimizdə yeni kurikulum mövcud oldu və bütün Azərbaycan bir gündə birinci sinifə 2009-cu ildən gedənlər hamısı yeni kurikuluma keçdilər. Buna təhsil sistemi hazır idimi? O kurikulum çox mükəmməl bir sənəddir. Nazirlər Kabinetindən təsdiqlənib və bizə də verilibdir icra üçün. O səriştələri biz yoxlamalıyıq. Hansı ki, o kurikulum